Yay keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Mart ayı baharın başlanğıcı hesab olunsa da, bəzən bu ayda havanın şaxtalı və qarlı olması müşahidə edilir. Xüsusilə son illərdə iqlim dəyişiklikləri səbəbindən mart ayında qar yağması qeydə alınır. Bəs bu il Bakıda mart ayında qar yağacaqmı? Xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, mart ayında Bakıda hava şəraiti dəyişkən olacaq. Ayın əvvəlində bəzi günlərdə temperatur aşağı düşsə də, güclü qar yağıntısı gözlənilmir. Martın ilk günlərində hava dumanlı və soyuq olub, ayın birində bəzi yerlərdə qar müşahidə edilib, lakin bu qısa müddətli və zəif olub. Ayın ortalarına doğru isə temperaturun tədricən yüksəlməsi proqnozlaşdırılır. Martın 12-13-ündə havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Sinoptiklər bildirirlər ki, gecə saatlarında temperatur 0 dərəcəyə yaxınlaşa bilər, lakin qar yağması ehtimalı azdır. Əsasən mülayim cənub-qərb küləyinin üstünlük təşkil edəcəyi və gün ərzində havanın 4-6 dərəcə isti olacağı qeyd olunur. Ölkənin bəzi dağlıq və yüksək ərazilərində isə qar yağıntısı ehtimal edilir. Xüsusilə Quba, Qusar, Şahdağ və digər dağlıq bölgələrdə martın ortalarına qədər qar yağması mümkündür. Hidrometeorologiya Xidmətinin məlumatına görə martın 14-15-də bəzi dağlıq rayonlarda qar və yağıntılı hava şəraiti qeydə alına bilər. Bununla belə bu cür havanın Bakı və Abşeron yarımadasına təsir edəcəyi gözlənilmir.